Kəlməcadə Ayan U15 gimnaziyadasında birinci yerə layiq görüldüm. Mən bayrağımı yüksəklərə qaldırdım və başda Zahid müəllim olmaqla, Etibar müəllim olmaqla bütün müəllimlərimə təşəkkür edirəm. Azad Orxan, Serbiyada keçən U15 gimnaziyadasında çempion oldum. Mənim arxamda olan bütün dəstəkçilərimə təşəkkür edirəm, ən başda müəllimlərim olmaqla. Mən Abdullavani, Serbiyada keçirilən U15 gimnaziyada yarışında birinci yer tutdum. Arxamda duran başda Zahid müəllim və Etibar müəllim olmaqla bütün hamıya çox sağ ol deyirəm. Qardaşımı çempion olmamla xəttiylə təbrik edirəm. Sevincimin həddi hududu yoxdur. Nəvəm birinci yer tutub. Nəvəmə də təşəkkür eləyəm. Onun müəllimi Etibar müəllimə də, Zahid müəllimə də təşəkkürümü bildirirəm. Ən çox Zahid müəllimin əziyyəti analizdə çoxdur. Bundan da böyük uğurları olsun həm müəllimlərimin, həm də nəvəmin. Onlara uzun ömür, can sağlığı, yaxşı nailiyyətlər, ondan yüksək nailiyyətlər arzulayım. Mən də Orxanın dayısıyam, mən də çox bugün sevinci gündəyəm. Birinci növbədə Orxan müəllimlərini təbrik edirəm, ailələrini təbrik edirəm ki, bu sevinci bizə bəxş elədi. Buradan da Azərbaycan xalqını təbrik edirəm ki, bizim uşaqlar birinciliklə qayıdır. Bu qədər, çox sağ olun sizə. Biz Orxanı təbrik edirik. Biz də çempion Orxanı təbrik edirik, onun valideynlərini təbrik edirik, nənə babalarını təbrik edirik, bir əmi adından. Ayanın valideyni, mən öz qızımla fəxr edirəm. Çox şad oldum ki, qızım Serbiyada keçirilən U15'lərin gimnaziyadasında iştirak etdi və qızıl medalın qalibi oldu. Buna görə də onun əsas baş məşqçisi Zahid müəllimə minnətdarlığımı bildirirəm. Haqqını halal etsin o da, onun da çox böyük əziyyətlər var. Həmçinin də Etibar müəllimin əziyyəti böyük oldu. Sizin Altman kollektivinə həmişə bol-bol uğurlar arzu edirəm. Sağ olun, minnətdaram. Mən Ağazadə Orxanın anasıyam. Çempion olub. Başda öz müəllimimiz Zahid müəllim olmaqla bütün müəllim heyətinə öz təşəkkürümüzü bildiririk. İnanıram ki, gələcəkdə daha gözəl təmsil eləyəcək ölkəmizi.